Sumqayıtda çox adamın tanımadığı gizli bir güşə var. Bir dənə bu gözəlliyə baxın. Bu narlı, zirinçli, hamsi balığından ibarət sənət əsəri deyilənə görə Sumqayıtda tək Manoliyada verilir. Ərinmədim saydım. Üzərində düz 44 dənə balıq var. Yanında nar şərab və zoğal turşusu ilə birgə servis olunur. 2 nəfərlikdir, qiyməti 16 manatdır. Dadı əlaydı. Dediklərinə görə hələ ki yeyib narazı qalan olmayıb. Yeri gəlmişkən Manoliya ləzzətli corat qutablarının da məskənidir. Bildiyimə görə Sumqayıtda corat qutabını normal restoranlar 1 manatdan ucuz vermir. Amma burada 80 qəpikdir. Həm balqabaqlı, həm də ətli versiyanı yoxladıq. Balqabaqla olanı çox da bəyənmədim. İçində balqabağı çox az idi. Bir dənəsi 60 qəpikdir. Ətlə olan isə insafən, vicdanən yaxşı idi. Daha sonra qatıq tuni yoxladıq. Bax belə iri qabda pomidor, xiyar, soğanla servis edilir. Olduqca doyumludur. Bir porsiyası 8 manat 50 qəpikdir. Qafqazın ən iri çəkili təhsil admini Zöhrab bunu o qədər bəyəndi ki, demək olar özü tək başına bitirdi. Burada müştərilərə balıq əkmək də verilir. Çörəkdə olanı biraz quruydu. Bəyənilmədi. Amma lavaşla olan yaxşı idi. Sadəcə üstünün nar şərabı biraz az olsa məncə daha yaxşı olar. Bu isə çıtır mantıdır. Bu da Sumqayıtda hər yerdə verilmir. Ürəyinizə düşsə Manoliyada yoxlaya bilərsiniz. Teksturası qızardılmış düşbərəni xatırladır. Xırt-xırt dadı var. Normal idi, bir porsiyası 5 manatdır. Ümumiyyətlə sifarişlərimiz doyumluydu. Sumqayıtın yeməkdə rəqib tanımayan bu cəngavərlərini doydurmaq hər məkanın işi deyil. Bura personalı yenilənmiş və normal ailəvi gedilə biləcək bir məkandır. Sumqayıt dilində desək, Pionerin yaxınlığında yerləşir. Məncə yadda saxlayıb bir dəfə yoxlamağa dəyər.